Fevralın 16-sında günorta saatlarında Cəllabad rayonunda baş verən qətl hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub. İlkin məlumata görə rayon sakini 52 yaşlı Azər Baxşıyev kəsici alətlə aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Bildirilir ki, qətlə yetirilən şəxs onun qaynatası olub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin mümkün səbəbləri. Rəsmi qurumlar hələlik qətlin motivi barədə ətraflı açıqlama verməyiblər. Lakin qaynata ilə kürəkən arasında baş verən bu faciə ailə-daxili münasibətlərdə gərginliyin hansı ağır nəticələri gətirib çıxara biləcəyini bir daha göstərir. Belə hallarda əsas səbəblər kimi məişət zəminində mübahisələr, ailə-daxili anlaşılmazlıqlar, maddi problemlər, emosional nəzarətsizlik və aqressiya ön plana çıxır. Təbii ki, konkret hadisənin detalları istintaqın yekununda məlum olacaq. Cəmiyyət üçün siqnal. Son dövrlər ailə-daxili münaqişələrin zorakılıqla nəticələnməsi halları artmaqdadır. Bu kimi hadisələr göstərir ki, bir çox hallarda insanlar problemi dialoq və hüquqi yollarla həll etmək əvəzinə emosional qərarlar verirlər. Halbuki bu anlıq qəzəb geri dönüşü olmayan faciələrə səbəb olur. Bir ailə yaxınını itirir, digər ailə isə gənc yaşda bir övladının həbs həyatı ilə üzləşir. Hüquqi tərəf. Qəsdən adam öldürmə faktı üzrə açılan cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə araşdırılır. Təqsir sübuta yetirilərsə, şübhəli şəxsi uzun müddətli azadlıqdan məhrum etmə cəzası gözləyə bilər. Nəticə və düşünməli məqamlar. Bu hadisə bir daha göstərir ki, ailə-daxili problemlərin vaxtında və sivil şəkildə həll olunmaması faciə ilə nəticələnə bilər. Cəmiyyət olaraq aqressiyanın normallaşdırılmasına yox deməli, münaqişələrin həlli üçün psixoloji dəstək və hüquqi maarifləndirməni gücləndirməliyik. Bir anlıq qəzəb iki ailənin taleyini dəyişdi. İndi isə əsas söz istintaqındır. Hadisənin bütün təfərrüatları araşdırıldıqdan sonra həqiqi səbəblər məlum olacaq.